Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bunu da jiletə, jaketə, svitrə, nəyə istəsəz toxuya bilərsiniz. Sapımda 100 qramlıq 350 metrəlik sapdır. Milimin də üstünə burada bu naxışları qısa göstərəcəm bu formada. 2, 4, 6, 8, 10, 12, 14, 15, 16 ilmek götüreceğim milimin üstüne. Bunu göstermek için bəs eləyir. Bunu da jiletə, jaketə, papağa, nə istəsəz toxuya bilərsiniz, svitrə. Belə bir sapımı götürürəm. Mən burada indi rezinka toxuyan deyiləm. 2 cərgə tərs toxuyacağım göstərmək üçün naxışı. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmek götürdüm milimin üstüne. Bu artığı da buradan kesin. Maniçilik eləməsin diye. İndi buradan bir sıra tərs toxuyuram. Düz-düzdür bura. Bir sıra tərs toxuyuram. Birinci ilmeği de toxuyuram. Birinci sıra olduğuna göre. İndi bir sırada tərs üzdən toxuyuram. Tərs ilməkləri. Burada birinci sıranı birinci ilməni toxumuram. Qalan ilməkləri hamısını tərs toxuyuram. Birinci ilməni tərs götürürəm. Bir ilmə düz toxuyuram. Burada bir artırma eləyirəm. Bu iki ilmənin ikisindən bir ilmək çıxardıram. Şimdi kənarda birin götürmüşdüm. Burada iki ilmək toxuyuram. Bir artırma eləyirəm. Bu iki ilməkdən bir ilmək çıxardıram. Bu aralarda iki düz toxuyuram. Birini artırdım. 2 düz toxudum. Yine burada 1, 2 düz. Burada da yine bir ilmek qalır, bir düz. Kənarda tərs toxuyuram. Tərs üzdən hamısını tərs toxuyuram. İndi düz üzdən kənarı götürürəm.
düzü toxuyuram. İndi bu düzü üstündəki ilməni toxuyuram. Bunu bu ilməklə bu iki ilməyi arxa tərəfdən götürürəm, düz ilməyi. Bu qabaqdakı ilməyi götürüb arxaya keçirirəm. Sonra düz toxuyuram ilməkləri. Burada da yenə bu boş ilmənin üstündəki toxuyuram düz. Bu iki ilmənin yerini dəyişirəm, üç ilməni. Arxadakı iki ilməyi gətirirəm qabağa. Bu qabaqdakini keçirdirəm arxaya. Yenə ortadakı düzü düz toxuyuram. Bunların yerini dəyişirəm. Arxadakı iki ilməyi götürüb, arxa tərəfdən götürürəm. Qabağa keçirdirəm. Bu qabaqdakı ilməni ikisini düz toxuyuram. Bunu da düz toxuyuram. Yenə bunu düz toxudum. Kənardakında yenə tərs toxudum formada. İndi yenə arxa tərəfdəki ilməkləri hamısını tərs toxuyuram. Belə. İndi yenə birinci sıradan necə eləmişdiksə, bu formada. Birinci biri düz toxuyuram. Burada bir artırma eləyirəm. Bu iki ilməyi ikisindən bir ilmək çıxardıram. Amma ortalarda iki düz toxuyuram. Bir artırma eləyirəm. Yenə bu iki ilməkdən bir ilmək çıxardıram. Yenə iki düz toxudum. Birini artırdım. İkisindən bir ilmək çıxardıram. Yenə iki düz. Arxa tərəfdən yenə hamısını tərs toxuyuram. Kənarı da yenə tərs toxudum. İndi düz üzdən burada necə eləmişdiksə, burada da yenə eyni şeyi təkrar edirik. Kənarı götürürəm. Düz ilməni toxuyuram. Bu boşluq olan ilmənin üstündəki ilməni də düz toxuyuram. Sonra bu üç ilmənin üçünün yerini dəyişirəm. Arxadakı iki ilməni götürürəm. Bu qabaqdakı bir ilməni keçirdirəm arxaya. Sonra bu ilməkləri düz toxuyuram. 2, bu da üçüncü ilmək. Yenə bu boşluq olan ilmənin üstündəkini düz toxuyuram. Bu birisi üç ilməni yenə yerini dəyişirəm.
Yenə bu boşluq olan ilmənin üstündəkini toxudum. Bu birisi 2 ilməni götürdüm. İlməklər hamısı düz toxunur, düz üzdə. Kənardakı ilməni də toxudum. Kənar ilməni də tərs toxudum. Formada belə bir naxış alınır. Arxa üzdən hamısını yenə tərs toxuyuram. Formada belə bir naxış alınır. Bu əvvəl toxuduğumdur. Bu da indi. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.